təəssüf edirəm ki, dünənki o oyunda Portuqaliyalı referi ilə Messi arasında bir diyaloq var. Orada sonradan onun ağız tərpənişinə görə onu tərcümə ediblər ki, Messi hakimə deyir ki, mənə hörmətlə yanaşın. Yəni, mənə hörmətin. Belə bir şeylər onsuz da Messi və Argentina yığması ətrafında xeyli söz-söhbət var. Yəni, ardıcıl bu oyunlarda verilən penaltilər, qırmızı vərəqələr, dünənki oyunda qırmızı vərəqə daha doğrusu, yəni onsuz da bir söz-söhbət yaradır. Simulyasiyaya görə. Və sözsüz simulyasiya var, amma Murad Yaxın özü də dünənki mətbuat konferansında oyundan sonra bildirib ki, mən Argentinanın qələbəsinə kölgə sala bilmərəm. Ədalətli qələbə idi. Sadəcə bizi hakim oyundan qopardı sanki. Misirlilər də elə deyirlər. Yəni, söz-söhbət, Tərlan bəy, mən də elə demək istəyirəm. Sizə kənardan müdaxilə var mı Argentina amaçlarına? Yəni, məqsəd Argentina... Vurulan qolları indi, bax, bir də izlədik. Gözəl qollar vururlar. Qapısından tutmuş yarım müdafiəçi, hamısı səviyyəlidir. Mən yardımın olduğunu iddia eləmək istəmirəm və eləyə də bilmərəm. Üstəlik də VAR-a, belə deyək, biz bilirik ki, bu çempionatdan əvvəl VAR-ın imkanları bir qədər artırıldı. VAR-ın səlahiyyətləri artırıldı. Həm bu sarı vərəqələrlə bağlı, gün zərbələrlə bağlı. Bu da ondan irəli gəlir ki, hakim səhvləri minimuma indirilsin. Daha ədalətli olsun qərarlar, oyunun nəticələri. Amma baxırsan, görürsən ki, elə bir o ehtiraslar coşduqca bir adicə bir xırda mübahisə belə böyüyür, şişir söhbətlər. Bugün sosial şəbəkələrdə cürbəcür statistikalar qarşıma çıxıb. Argentinanın son 13 oyununda verilən penaltilər, qırmızı vərəqələrlə bağlı, şübhəli qolla bağlı müxtəlif müzakirələr açılır və belə deyim, xüsusən də Messi əleyhdarları, Messi ilə bağlı o söz-söhbət yaratmaq istəyənlər bu argumentlərdən yapışır, amma heç də onların hamısının ədalətsiz olduğunu demək olmaz ki, məsələn, hakimin verdiyi penaltilər 13 oyunun hamısındakı səhv ola bilməz sözsüz ki, amma o xırda nüanslar ki, bəzən olur, mübahisəyə açıq məqamlar. Onların ətrafında bu söz-söhbətlər yanır. Mən Messi ilə bağlı fikrimi tamamlamaq istəyirəm. Yəni, Messi-Ronaldo rəqabəti hazırki dünya futboluna, təkcə dünya çempionatına deyil, ümumiyyətlə, yəni, dünya futboluna bir rəqabət, bir mübahisə, müzakirə gətirib ki, bunun özü də futbolun təbliği baxımından vacib nüansdır. Çünki nə qədər adam tapmaq olar ki, dünya çempionatına məhz Messiyə görə baxır. Və hər dəfə soruşurlar ki, Argentina necə oldu, Messi necə oldu. Yəni, bu baxımdan bu boyda bir təbliğatın ətrafında anti bir təbliğat qrup Messiyə hakimlər kömək eləyir, Argentinaya hakimlər kömək eləyir təbliğatında olması bəlkə də gözləniləndi. Sadəcə yaraşdırmadığım bir məqam olub ki, bugün Messi'nin o dünənki oyunda hakimlə mübahisəsi, sırf özünə hörmət tələb etməsi, mən belə bir şeyləri, yəni bir futbol əfsanəsi səviyyəsinə gəlib çatmış bir futbolçudan görmək istəmirəm, yəni gözləmirəm. Onsuz da negativ fikirlər çoxdur və hakimlə bu səviyyədə danışmaq onu göstərir ki, artıq yəni hakimin üzərində təzyiq yaratmaq cəhdidir. İstəməzdim belə olsun və konkret sual qoydunuz, çox düzgün də qoydunuz ki, yəni kömək edirlər yoxsa yox, məncə etmirlər.